Hər kəsə yeni videodan salamlar. Hamının çəkdiyi, mənim də geri qalmadığım Temu sifarişlərimə gəlin bir yerdə baxaq. İlk öncə çanta almışdım. Bu çantanı göstərmək istəyirəm sizlərə. Bunu çox bəyəndim. Həqiqətən keyfiyyəti çox gözəldir, rəngləri möhtəşəmdir. Ön hissəsində kiçik bir cibi var, orta hissəsində böyük bir cibi var. Onun içərisində kiçik açar, pul qoymaq üçün bir hissəsi var. Bir də arxa tərəfində kiçik bir cibi var. Materialı çox gözəldir, ölçüsü də normaldır. Yəni uşaqlı bir ana üçün çox gözəldir. Çünki mənə çiyin çantası biraz çətin oldu uşaqlarla birlikdə harasa gedərkən. Buna isə hər şeyi çox rahat sığdırıram. Ölçüsü normaldır. Nə çox böyük deyil, nə də çox kiçik deyil. Çiyinlərdən də asmaq olur iki tərəfli və bir dənə də uzun kəməri var. Onu da taxıb o cür də istifadə edə bilərsiniz. Bir də kiçik bir burluq var idi üzərində. Onu da ön cibinə keçirdib taxa bilərsiniz. Və uzun zamandır ehtiyacım olan almaq istədiyim o tripod. Tripodu da çox bəyəndim. Ağ rəngini aldım. Çox möhtəşəm, çox gözəldir. Gündəlik videolar çəkmək üçün həm evdə, həm bir yerə gedərkən vloqlar çəkmək üçün, videolar çəkmək üçün çox münasib qiymətə çox gözəl bir tripoddur. Həm uzun şəkildə telefonu yerləşdirib çəkmək olar, həm də düz şəkildə telefonu qoyub çəkmək olar. Çox bəyəndim. Bir dənə kiçik üzərində uzaqdan idarə etmək üçün knopkası da var. Onu da çıxardıb kənardan şəkil və ya videonu başlada bilərsiniz. Və ən sevdiyim özelliklərindən biri də birazdan videoda göstərəcəm sizə. Üzərində öz fənərinin olmağıdır. Gecə çəkilişlərində o fənəri yandıraraq daha aydın bir şəkildə videolar çəkmək olar. Video və yaxud da şəkillər. Fənər 3 rejimdədir. Kiçik, orta və güclü rejimdə və zaretka ilə işləyir. Yuxarı hissəsində yer var. Taxıb zaretkaya yenidən işlədə bilərsiniz. Zəifləyib bitdikdə. Və buruq saçları qurutmaq üçün hava feni başlığı aldım. Bu cür buruq saçlar üçün bunu da nə vaxtda almaq istəyirdim, ancaq almırdım. Çox bəyəndim. Gözlədiyimdən çox böyük bir şəkildə gəldi və hava fenimə də uyğun gəldi. İstifadə etdim, çox məmnun qaldım. Həqiqətən çox gözəl qurudur. Buruqları çox gözəl saxlayır. Uşaqlar hər zaman çimərkən başlarını yuyanda ağlayırdılar, qorxurdular və onlara belə bir şey almaq istəyirdim. Lakin bunun materialını heç bəyənmədim. Masaka kimi idi, ancaq mən daha şəffaf bir şey gözləyirdim. Düzdür, materialı heç yaxşı olmasa da ancaq işə yaradı. Çox rahat bir şəkildə taxdım, istifadə etdim. Mən elə bildim ki, hətta suyu belə saxlamaz, ancaq yaxşı bir şəkildə saxladı, istifadə edə bildim.
Və bir də telefonum üçün qoruyucu almaq istədim. Ekranı üçün üçü birində idi. Həm ön hissəsi üçün telefonun, həm arxa kamerası üçün qoruyucu, bir də arxa hissəsi üçün nazik bir yapışdırıcı var idi. Yəni o qoruyucu kimi tam sayılmırdı. Şüşə hissəsinin qoruyucusu həqiqətən sərt idi, ancaq ön ekran hissəsinin qoruyucusu sərt deyil idi. Və bir də mən səhv almışdım, mənim telefonumun ekranı ovaldı, ancaq bu düz idi. Ona görə də qardaşıma verdim, onun telefonuna uyğun gəldi, istifadə etdi. Ancaq çox sərt bir şəkildə deyil idi, normal bir qoruyucu idi, nazik. Bir də özümə bir ədəd belə bir papaq aldım. Arxa hissəsi açıq bir şəkildə. Bu cür aldım ki, saçlarımı yığarkən də rahat istifadə edə bilim, rahat papağı taxıb çıxarda bilim. Çox nazik, yay üçün olan papaqdır. Xoşuma gəldi bu da. Və Tahirin ad gününə belə bir 2 rəqəmi aldım. 2 yaşı olacaq inşallah. Bunu da çox bəyəndim. Çox gözəl idi. Gözlədiyimdən daha böyük bir şəkildə gəldi. Çox münasib qiymətə 2 rəqəmli bir şardır. Hər cürəsi vardı, rəngbərəng və ya Happy Birthday yazılı şarları da var idi. Bunları hardasa asmağa ehtiyac yoxdur. Yerdən qoyursunuz. Şarın ayaq hissələri var. Çox gözəl bir şəkildə qalır və yanında uşağın çox gözəl rəsmlərini çəkmək olar. Gözlədiyimdən böyük bir şəkildə gəldi. Biraz daha kiçik olacağını gözləyirdim hətta. İnşallah Tahirin ad günündə doldurarkən də çəkib göstərəcəm. Aldıqlarım bütün məhsulların qiymətlərini videonu editləyərkən baxıb bir-bir yazmağa çalışacağım. Bu da corab dəstəridir. Yay üçün, yoldaşım üçün almışdım. Bunun da materialı çox gözəl idi. Ümumiyyətlə Temuda corablar doğrudan da qəşəng olur. Daha sonra isə Tahirə ad gününə geyinmək üçün belə bir köynək aldım. Bunu da çox bəyəndim. Həqiqətən 5 manata aldım. Ancaq materialı o qədər gözəl idi ki, heç belə gözləmirdim doğrudan da. Yumuşaq, çox gözəl materialı var idi. Bütün rəqəmlər var idi ad günlərinə uyğun. Çox maraqlı gəldi mənə. İnşallah ad günündə bunu geyindirəcəm. Uşaqlara da corab dəstələri aldım. Temuda corab dəstələri həqiqətən münasib qiymətədir. Corab dəstələri, alt paltarlarını münasib qiymətə tapmaq olur. Materialları da çox gözəl olur. Bu da yay üçün setkalı gözəl corablar idi. Və əlbəttə ki, bir Azərbaycanlı olaraq bu salmanları atmayacağım. Bu zamoklu olanların hər birini saxladım ki, daha sonra istifadə eləyərəm. Və uşaqlara çox şirin bir fil şəklində basketbol oynamaq üçün bir oyuncaq aldım. Bu çox gözəl idi. Kiçik bir şəkildə, qiyməti də münasib idi. Bunu da videoya çəkmişəm. Onu da inşallah yerləşdirəcəm, baxarsınız. Bunu açarkən isə uşaqlar elə ki hiss elədilər. İkisi də yanıma gəldi. Heç imkan vermədilər rahat bir videoya çəkim. Özünün yapışqanı var və filin arxa hissəsində, yuxarı hissəsində asılqanı var. Yapışqanı istədiyiniz yerə yapışdırıb daha sonra asa bilərsiniz. Yəni tez-tez istəsəniz fərqli yerlərə də asan bir şəkildə yerini dəyişib asa bilərsiniz. Üzərində topu, bir də topunu doldurmaq üçün nasosu da gəlir, öz yapışqanı da olur. O nasosu daha sonra şarları doldurmaqda da istifadə etmək olar. Çox gözəl idi, xoşuma gəldi.